Salam, gənc kiber müdafiəçilər. Məktəblilərin Kiber Təhlükəsizlik Akademiyasında 7-ci dərsimizə xoş gəldiniz. Bugün onlayn alış-verişin sirlərini öyrənəcəyik. İnternetdə alış-veriş etmək çox rahatdır. Amma bəzi vacib qaydaları bilsək, daha təhlükəsiz olar. Gəlin birlikdə baxaq. Birinci qayda. Yalnız tanınmış və etibarlı saytlardan istifadə edin. Şübhəli saytlardan uzaq durun. İkinci qayda. Saytın ünvanında HTTPS yazısının və gifil işarəsinin olduğundan əmin olun. Bu, məlumatlarınızın şifrələndiyini göstərir. Üçüncü qayda. Alış-veriş zamanı yalnız lazım olan məlumatları verin. Həddindən artıq şəxsi suallar soruşan saytlara inanmayın. Dördüncü qayda. Ödəniş edərkən virtual kartlardan və ya təhlükəsiz ödəniş sistemlərindən istifadə etmək daha yaxşıdır. Və ən əsası, hər hansı bir alış-veriş etməzdən əvvəl mütləq valideynlərinizlə məsləhətləşin. Bu qaydalara əməl etsəniz, onlayn alış-verişiniz həm sən, həm də təhlükəsiz olar. Növbəti dərslərdə görüşənədək.